Amerikada miqrantlarla bağlı növbəti qərar Green Cardla bağlı oldu. Belə ki, bugün Ağ Evin qərarı ilə Green Card verilməsinə stop qoyulub. Amma həyəcanlanmayın, bu Green Card lotereyası ilə bağlı deyil. Kimlər ki, ölkənin sərhədlərini qanunsuz keçib, burada məhkəmələrə müraciət eləyib və siyasi sığınacaq istəyiblər, həmin şəxslərin məhkəmə udduqdan sonra Green Card əldə etməsi biraz çətinləşib və yaxud da qeyri-müəyyən müddətə təxirə salınıb. Və hətta qeyri-rəsmi xəbərlərə görə həmin şəxsləri müdafiə edən vəkillərə də sanksiyaların tətbiq olunacağı gözlənilir. Digər informasiya isə ondan ibarətdir ki, əgər bugünə qədər vergi xidməti ilə miqrasiya xidməti heç kimin məlumatını bir-biri ilə paylaşmırdısa, bundan sonra vergi xidməti ilə miqrasiya xidməti birlikdə çalışacaq və informasiya mübadiləsi edəcəklər. Yəni, hər kəsin məlumatlarını bir-birlərinə ötürəcəklər. Bununla da ölkədə illegal yaşayan və işləyən şəxslərin siyahısı da ortaya çıxacaq.